Deyirlər ki, madəm ki bizdə hər üçümüz Sovet Sosialist Respublikasıyıq, eyni fikir, eyni amal, eyni əqidə, gəlin öz mərkəzi icraiyyə komitələrimizi birləşdirək və üç respublikadan ibarət bir dənə dövlət yaradaq, federativ dövlət yaradaq. Bəs İran niyə yoxdur? İran... İngiltərə nasıl oldu üçün? İran Sovetlər Rusiyanın tərkibində deyildi həmən dövrdə. Yəni belə deyək, 1917-ci ildə Fevral inqilabına qədər İran Rusiyanın tərkibində idi. Ayrıca bir dövlət, Qazar dövləti. Burada vahid bir MİK yaradılır, yəni Mərkəzi İcraiyyə Komitəsi. Bu Mərkəzi İcraiyyə Komitəsi, burada yaratdığımız Mərkəzi İcraiyyə Komitəsi, tapa bilsən, burada yaratdığımız, bu Azərbaycan Mərkəzi İcraiyyə Komitəsidir. Bu Mərkəzi İcraiyyə Komitəsi isə bu üç respublikanın ümumi bir Mərkəzi İcraiyyə Komitəsidir. Və bunun nəticəsində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradılır. Baxın, Rusiya bizi üçümüzü də işğal eləmək istəyir. Biri var ki, elə ki, 3 dənə qarpız var. Bizə dedik ki, 3 dənə qarpız götür apar, hansı bir yerə qoyur. Biz əziyyət çəkək də onları ailə rəfdə götürəndə, düzdürmü? Sözü. Hə, indi nə edir? Bu 3 dənə qarpızı, misallar baxın, dövlətləri qarpızı. Hə, 3 dənə qarpızı yerləşdirik bir səbətin içinə, sonra səbəti bir əlimizlə götürürük, istənilən yerə aparıb qoyuruq. Daha rahatdır da. İndi Rusiyada Azərbaycanı, Ermənistanı, Gürcüstanı ayrı rəfdə birləşdirmək əvəzinə nə edir? Üçünü birləşdirir bir yerə, olursa Qafqaziya Sovet Federativ Sosialist Respublikası, sonra da onu bütövlükdə götürür özünü. Hazır. Bu hazır. ZSFSR-in yaradılmaz. O hazır deyirəm, yəni hər şey hazır. Hə, hər şey hazır. Elə kommunizm hazır, da hazır, narahat olun. Hə, 1922-ci ilin 30 dekabrında Ümum İttifak deyək də buna. Ümum İttifak Sovetlərinin birinci qrupları keçirilir. Sabah keçkin tərəf deməsin ki, müəllim, nə oldu? Bunun hamısı birinci qruplar, birinci qruplar. Azərbaycan Sovetlərinin birinci qrupları, Zaqafqaziya Sovetlərinin birinci qrupları, bir də Ümum Sovetlərinin birinci qrupları. Yəni, Rusiya Sovetləri buradadır, Zaqafqaziya Sovetləri buradadır, Bolşeviklərdir. Yəni, sonra Ukrayna və Belarusiya Bolşevikləri hamısı yığışırlar bir yerə. Və bunlar ittifak müqaviləsi bağlayırlar. Bağlayırlar. Həmən bu ittifak müqaviləsinin nəticəsində Sovet, Sosialist, heç kim durmur. Zərf olur, rəqs edənlər var. Sovet, Sosialist Respublikaları ittifaqı yaradılır. Bura kimlər daxil edirlər? Mənimlə tərpəməyəm. Kimlər daxil edirlər? RSFSR, ZSFSR, Belarusiya SSR-i və Ukrayna SSR-i. Baxın, SSR-i deyəndə biz bunu nəzərdə tuturuq, dördü bir yerdə. Azərbaycan SSR deyəndə hamı elə bir ki, bütün Sovetlər ittifaqından söhbət gedir. Yox, Sovetlər birləşirlər bir yerə və SSR-ni formalaşdırılır. 1924-cü ildə də SSR-nin birinci konstitusiyası qəbul olunur. 1936-da SSR-nin ikinci konstitusiyası qəbul olunur. 1937-ci ildə isə Azərbaycan SSR-nin ikinci konstitusiyası qəbul olunur. Baxın, Azərbaycan SSR-nin birinci konstitusiyası 1921-də qəbul olunur. İkinci konstitusiya 37-ci ildə qəbul olunur. SSR-nin birinci konstitusiyası 1924-də, ikinci konstitusiyası 1936-cı ildə qəbul olunur. Təşəkkür ederim. Mən sizə söyləyiriz. Nə qədər?